Axşamınız xeyir olsun, dəyərli Kanal S izləyiciləri. Hər birinizi tanıyın bizi. 5 istedad yarışmasının nəhayət ikinci həftəsində xoş gördük. Üzr istəyirəm, üçüncü həftəsində xoş gördük. Və bugün maraqlı çıxışlar hazırlayıblar iştirakçılarımız. İnşallah ki, bugün də efirimizin sonunda nəticələri açıqlayacağım və bir nəfər yarışmanı tərk edəcək. Bu deməkdir ki, finala yavaş-yavaş vaxtımız azalır, yaxınlaşırıq. Bugün müəyyən səbəblərə görə tək olacağım efirdə. Nahidin bir balaca nasazlığı var səhhətində. Ona görə mənimlə bərabər deyil. Hər zaman kimi yoxluğu yenə hiss olunur. Amma inşallah ki, analarımız yanımızdadır. Hər birinizi salamlayıram, dəyərli şəhid analarımız. Allah sizi var eləsin, Allah sizə möhkəm can sağlığı versin, nə yaxşı ki varmışsınız. Şəhid Emin İsmayılovun bizə əmanəti olan dəyərlimiz Nur Üzlü Məlayət ana, xoş gördük sizi. Salam. Necəsiz? Çox sağ olun Rəvan bəy. Mən demişəm, nə qədər də pis olsam, nə qədər də vəziyyətim yaxşı olmasa, bura gələndə çox əla. Sizləri görəndə çox yaxşı. Bu balaları görəndə mən çox sevirəm. Çünki bu uşaqlar mənim çox həssas yerimdir. Övlad mənim həssas yerimdir. Bunları görəndə sevinirəm, sizi görəndə sevinirəm. Allah həmişə sizləri var eləsin. Allah həmişə sizlərə can sağlığı versin. Var olun. Sizlər mənə çox əzizsiniz. Bu günlərsi bizim yaşamağımızın, mən özümdən deyirəm, mənim bugün yaşamağımın, mənim bugün ayaq üstündə qalmağımın səbəbi sizlərsiniz. Var olun can. Allah sizləri var eləsin. Əgər sizin üçün az da olsa xoş təsir göstərə biliriksə, nə xoş bizə. Var olun. Şəhid Seyid Tural Rəhimlinin anası Süsən ana bizimlədir. Xoş gördük. Axşamınız xeyir olsun. Hamınızı salamlayıram. Mənə də çox xoşdur. Dəyişiklikdir mənim üçün. Çox sağ olun Rəvan bəy, Məlahət ana, mənim bu verilişə çağırdığınız üçün. Bizə də təsəllidir. Belə bizi yada salanda, belə verilişlərə çağıranda, oğlumuzu xatırlayanda bizə də təsəlli olur. Çox sağ olun, var olun. Uşaqlar da gördüm, sevindim. Uğurlar arzulayıram hər birinə. Təşəkkür edirəm, var olun. Şəhid Emin İsmayılovun həm anası, həm xalası Sücayət ana, xoş gördük. Axşamınız xeyir olsun. Bütün izləyiciləri də salamlayıram, dəyərli ekspertlər də, şəhid analarında, dəyərli balalarımızı da. Rəvan bəy, doğrudan da bura gələndə mənim bacım bilir ki, bir gün gələcək bura. Yəni bütün günü öz hazırlığındadır ki, axşam mən gedəcəm. Bizim üçün çox xoşdur, mənim üçün 2 qat xoşdur. Mənim bacım bu uşaqlara baxanda, dedi, mən eminimi vətən yolunda vermişəm. Kaş bu uşaq, bax belə uşaqların biri də mənim evimdə olardı. Ona görə də o sevə-sevə gəlir, mən də sevə-sevə gəlirəm. Sizi də çox sevirəm. Allah sizə can sağlığı versin. Çox sağ olun, təşəkkür edirəm. Uğurlar arzu edirəm uşaqlara. Psixoloq, fizioterapevt, xeyriyyəçi, iş xanımı Dürdanə Xanımsayeva. Xoş gördük. Xoş gördük. Hər bir kəsi salamlayıram. İlk öncə şəhid analarımızı salamlayıram. Qarşınızda baş əyirəm. Biz sizlərə bir ömür borcluyuq. Allah şəhidlərimizin məqamını uca etsin, qazilərimizə can sağlığı versin. Və ekran qarşısında əyləşən dəyərli tamaşaçılarımızı salamlayıram. Bu möhtəşəm layihəmizə tamaşa etdikləri üçün onlara təşəkkürümü bildirirəm və sizləri salamlayıram, dəyərli ekspertimiz, gözəl xanımımızı, Sveta xanımımızı salamlayıram. Allah sizlərə də can sağlığı versin və gözəl uşaqlarımıza hərəsi bir mələkdir də, maşallah Rəvan bəy. Hər birinə uğurlar arzu edirəm və çıxışlarını böyük sevgi ilə gözləyirik. Təşəkkür edirəm. Star of Azərbaycan bir musiqi yarışmasının finalisti və Azərstar musiqi yarışmasının finalisti Sveta Kəmri. Xoş gördük. Düz dedim adımı. Dedi. Xoş gördük. Hər kəs məni xoş gördük. Salamlayıram mən Rəvan səni, təşəkkürümü bildirirəm sənə və gözəl proqramına mən uzun ömür can sağlığı, davamiyyətin uğurla həmişə olsun və şəhid analarımızı mən buradan möhtərəm izzətlə, hörmətlə mən salamlayıram, qarşınızda baş əyirəm. Bütün şəhidlərimizə Allah rəhmət eləsin, ruhlarını Allah şad etsin, gözəl psixoloqumuz. Allah sizə can sağlığı versin. Bizim
gərəyi olan insanlarımızın üzərindən əskik olmayasınız və təbii ki, bu gül balalarımıza da mən daimi uğurlu çıxışlar arzu edirəm. Çox sağ olun dəvət üçün. Çox sağ olun. Təşəkkür Və edirəm. təbii ki, həmkarın gəlməyib, onu da Allah şəfa versin deyirik. Amin. Allah Nahid qardaşımıza da şəfa versin. Tez bir zamanda bizə geri dönüş etsin. Aramıza Sağ qatılsın. sağlar inşallah. Yeri Sabah görsənir. keyfimizdə yəqin ki, burada olar. İnşallah. Əslində buradadır, pərdə arxası yanımızdadır. Sadəcə səhhəti imkan vermir. Və dəyərli ekspertlərimiz, çıxışları izləməyə hazırsınızmı? Bəli. Təbii ki. O zaman ilk çıxış üçün Orxan birbaşa musiqisi səslənsin. Əli Hüseyn Tağzadə, SMS kodu 8. Birbaşa musiqisi səslənsin, zəhmət olmasa. Alqışlayaq. Canımıza bağlı bu topağa bu elə sıralanı bağ kimi gəlir belə gəl ələ. Canımıza bağlı bu topağa bu elə sıralanı bağ kimi gəlir belə gəl ələ. Cabozun gəl qardaşım bir olar biri qolar, sinəsi dağlanmasın, bölünməsi bu torpaq. Cabozun gəl qardaşım, bir olar biri qolar, sinəsi dağlanmasın, bölünməsi bu torpaq. Yaşa, yaşa, yaşa mənim xalqım. 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 Ölsə ya da əyilməz, düşsə dağa çətinə, bu vüqarı xalqımın qurbanın qeyrətinə. Ölsə ya da əyilməz, düşsə dağa çətinə, bu vüqarı xalqımın qurbanın qeyrətinə. Azərbaycan əyilməz, Azərbaycan bölünməz, bir kərə qalxan bayraq, bir daha yerə enməz. Azərbaycan əyilməz, Azərbaycan bölünməz, bir kərə qalxan bayraq, bir daha yerə enməz. Yaşa, yaşa, yaşa mənim xalqım. Yaşa, yaşa, yaşa mənim xalqım. Təşəkkür edirik Əli Hüseyn Tağzadə. SMS kodu 8. Əli Hüseyn Tağzadəni bu yarışmada görmək istəyirsinizsə, dəyərli izləyicilərimiz, SMS kodu 8-dir. Number1.az saytına daxil olub 1, 5, 10, 20, 50, 100, 250 və 500 səs göndərə bilərsiniz. Məlayət ananı eşidək. Allah saxlasın. Qeyd edim ki, Var Əli olsa Hüseyn çox- autizm sindromudur. O yüzdən... Yaxşı Rəvan bəy. Amma O gözəl səsi sözləri var, ki- görürsünüz Hə, də. mən elə onu demək istəyirdim ki, o sözləri gör nə qəşəng o deyirdi. Vallahi sizə halaldır Rəvan bəy. Bu uşaqları çıxardırsınız. Xoş. Uşaqların istedadını çıxardırsınız. Həqiqətən də mən danışdıqca tüklərim biz durur. Allah onun anasına, valideynlərinə can sağlığı versin. Şükür, şükür ki o var. Uğurları bol olsun. Həqiqətən də. Təşəkkür edirəm, var olun. Dürdanə xanım. Həqiqətən qarşıda inşallah bizim ulu öndərimizin doğum günü gəlir.
o qədər gözəl seçim eləyib ki, Azərbaycanın qurucusu olan bizim dəyərli sərkərdəmiz, dahimiz olan. Və bugün bilirsiniz ki, vətənpərvər mövzuda çıxışlar hazırlansın. Ora gəlmək istəyirəm ki, gəlmək istəyirəm ki, görün, özü müstəqil seçir də yəqin ki, bu mahnıları. Çünki nənəsi gətirir, nənəsi deyirdi ki, müstəqil seçir. Vətənpərvərlik mövzusuna çox gözəl toxunuşlar eləyir. Bugünkü seçimi xüsusi alqışa layiqdir. Təbrik eləyirəm və nəzərə almaq lazımdır ki, autizm sindromlu bir balamızdır. Uğurlar arzu edirəm və ilk öncə sizə təşəkkür edirəm ki, Rəvan bəy, bu uşaqları kölgədə qoymursunuz, bunların istedadlarını üzə çıxartmaqda kömək eləyirsiniz. Allah sizləri qorusun. Əl-Hüseyin balamıza da uğurlar. Təşəkkür edirəm, var olun. Sveta xanım eşidək. Təşəkkür edirəm. Uşağın adı nə oldu? Əl-Hüseyin. Əl-Hüseyin. Əl-Hüseyin, bax, siz deyirsiniz ki, özü seçdi mahnını, öz seçimidir. Müstəqil, bəli. Bəli, seçim çox gözəldir. Fikirləşib ki, məsəl üçün, mövzuya aid olsun, günə yaxın olsun. Bunu alqışlayıram. Sinə səsi çox gözəldir. Notunda olmasa da, amma sinə səsi çox gözəldir. O, deməli, o uşaq elə bir ki, öz notunda olan mahnını oxusa çox gözəl alınar. Və bir də ki, məsəl üçün, sinə səsində, necə sizə deyim, şeirləri çox gözəl deyə bilər, duyğulu şeirlər deyə bilər. Və yenə deyirəm, bu prosta qız tanarlığı idi, mən belə deyərdim. Amma yenə də səs istəyirəm izləyicilərimizdən, əski etməyin. Təşəkkür edirəm, Sücayət ananı eşidək. Mən də Hüseyin balaya uğurlar arzu edirəm. Yaddaşı çox gözəl idi, yəni bütün hamısını yaxşı şəkildə deyirdi. Uğurları bol olsun. Öz səhhətinə görə çox əla, yaxşı. Uğurları bol olsun. Biz də SMS istəyirik bütün izləyicilərdən. Əl-Hüseyin, mən ifasını bəyəndim. Sanki uşaqlar da o mahnını yaşayırdılar, çox gözəl seçim idi. Mən fikir verdim, uşaqlar hamısı da oxuyurdular ondan bərabər. Yaxşı çıxış elədi. Sözləri tələffüzü yaxşı edirdi. Təşəkkür edirəm, var olun. Və dəyərli izləyicilərimiz, Əl-Hüseyin Tağzadəni bu yarışmada görmək istəyirsinizsə, SMS kodu 8-dir. Number1.az saytına daxil olub, səs verib dəstək ola bilərsiniz. Reklamlara deyir 2 dəqiqə qalıb. Bəli, və qeyd edim ki, tanıdın bizi 6-nın nəhayət seçim turlarına başlamışıq. Artıq bir neçə iştirakçılarımız seçilib. Tanıdın bizi 6 istedad yarışmasına fiziki məhdudiyyəti olan hər kəs qatıla bilər. Yetər ki, istedadı olsun. Və qeyd edim ki, yaş məhdudiyyəti yoxdur. Qeydiyyatdan keçmək üçün 055-645-1965 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Mümkün qədər WhatsApp vasitəsilə yazın qeydiyyatdan keçmək üçün. Reklamların vaxtıdır. Reklamlardan sonra davam edəcəyik. Davam edirik dəyərli izləyicilərimiz və növbəti iştirakçımız SMS kodu 4 olan Abbas Əhmədov. Abbas hər zamanki kimi canlı ifası ilə bugün bizim qarşımızdadır. Abbas, xoş gördük səni. Necəsən? Yaxşıyam, çox sağ olun. Hər zaman yaxşı ol. Buyur, tamaşaçılardan müraciət et, səsini istə, daha sonra ifanı işlək. Mən bütün qonaqlara salamım deyirəm və məni efirdən izləyənlərdən Mikrofonu deyir, yaxından tut. Xahiş edirəm mənə dəstək. Yenidən zəhmət olmasa. Mən bütün qonaqlara salam deyirəm. Bu dəqiqə məni efirdə izləyənlərdən səs istəyirəm, mənə dəstək olun. Can, inşallah ki, sənə hamı dəstək olar. Və buyur, canlı ifanı eşidək.
edirik. Abbas Əhmədov, SMS kodu 4. Bax, bu da canlı ifası. Məlayət ana, üzün Çox gülür. gözəl. Həqiqətən də çox gözəl. Həmişə gülsün üzün. O çaldıqca mənim tüküm biz-biz. Nəsə bunları belə ifa eləyib, oxuyanda mənim tüklərim biz-biz durur. Can. Çox gözəl. Uğurları bol olsun. Hər kəsdən səs istəyirəm. Var olun. Təşəkkür Hər edirəm kəsdən. Dürdane xanım. Maşallah Abbas balamız Çox bir neçə belə deyək laureatdır bir neçə müsabiqələrin. Amma biz Abbası tanıdın bizimdən tanıyırıq. Əsas odur ki, tanıyın bizi layihəsinin yetirməsi olur. Yetirməsidir, bəli. Mən belə deyərdim ki, biz Abbası bu layihədə tanıdıq, bu layihədə sevdik. Uğurlar Abbas, maşallah. Ürəyinə, barmaqlarına sağlıq balam. Nitqi də çox gözəldir. Nitqi də mükəmməl, səlis, təmiz, çox rahat. Biraz həyəcanı var, o da məsuliyyətdən irəli gəlir. Xırda bir həyəcandır, o da məsuliyyətdən irəli gəlir. Uğurlar balam. Bəli. Təşəkkür edirəm. Günay xanım, daha doğrusu Sveta xanım, üzr istəyirəm. Sveta xanım. Bir müddət lazımdır mənə adınızı əzbərləməyə. Bu arada yeni adınız mübarək. Təşəkkür edirəm. Uğurlar gətirsin sizə. Bol-bol toylar arzu edirəm. Mən istərdim ki, vətənimiz həmişə muradına çalsın və qələbə həmişə bizim komandamızın deməli başçılığı altında həmişə qələbəmiz elə bizim olsun. Amin inşallah. Uşaqlarımız bizim, Göyçay uşaqlarımız hər birisi həyəcanlıdır. Heç bir şey düşünməyin. Siz çox əla çıxış edirsiniz. Çünki sizi hər zaman ümidləndirmək lazımdır. Çünki sizin arzularınız gerçəkləşməlidir irəli addımlarla. Daha da gözəl olacaq. Çox gözəl idi Abbas, nə deyim mən? Çox gözəl, mükəmməl. Təşəkkür edirəm Sveta xanım. Sücayət ana. Abbas balamız çox gözəl, yəni özü də yaraşıqlıdır, gözəl oğlandı maşallah. Çıxış eləməkdəki çox gözəl. İfası əla idi. Biz hamıdan ona SMS istəyirik. Yəni bu yarış, SMS yarışı olduğuna görə biz SMS-ləri bol eləsinlər. Birinciliyi arzu eləyirəm. Təşəkkür edirəm, var olun. Süsən ananı eşidək. Abbas balamızın çıxışı mənə çox xoşuma gəldi. Məncə çox qüsursuz idi. Heç bir səhvi yox idi məncə. Mən də səs istəyirəm Abbas balamıza. Uğurları bol olsun. Təşəkkür edirəm. Və beləliklə dəyərli izləyicilərimiz Abbas Əhmədovu bu yarışmada görmək istəyirsinizsə SMS kodu 4-dür. Number1.az saytına daxil olub səs verib dəstək ola bilərsiniz. Növbəti iştirakçını dəvət edirəm. Danışma və eşitmə məhdudiyyətli qızımız bədii gimnastika ilə məşğul olur və dəfələrlə birinciliyi əldə edib öz sahəsi üzrə. Zəhra Mirzəli, musiqisi səslənsin, zəhmət olmasa Orxan. Təşəkkür edirik Zəhra Mirzəli. Qızımız az da olsa deyəsən eşidir bizi, hə? Eşidirsən? Həmişə eşid. Qoy mən götürüm, onun qulaqçığı düşüb. Buyur qızım. Çox qəşəng. Nədənsə Zəhranı çox istəyirəm da, mən bilmirəm niyə. Mən görmüşəm. Çox istəyirəm Zəhranı. İstəyirəm, bax necə ki eşidirsən, amma ən yaxşısı budur ki, ən sevindirici an budur ki, bizi eşidir. Məsələn, digər qızlarımız nə eşitmir, nə danışmır. Mələklərimizdə də bir Var? Onun eşidirsə, Var mı? danışmaq ehtimalı var. Az danışma ehtimalı var. Özü böyük bir şeydir, təbii Rəvan bəy, ki. bizim mələklərimizdə də bir dənə Ayşəmiz Var, eşidir, Ayşəmiz az da danışır, danışması bəli. var. Maşallah. Zəhra, bizi eşidirsən? Sən.
Konsertdə də olmuşdu deyəsən. Yox, o Ayla qızımızdır. Azərbaycan o ulduzu Ayladır. bir istedad yarışmasının qalibi. Ayla da bədii gimnastika ilə məşğul olur və bu yaxınlarda böyük bir yarışları olacaq, hansı ki ona hazırlaşır. Azərbaycanımızı təmsil edəcək. Hər biri bizim fəxrimizdir və nə yaxşı ki, yolları bizim layihələrimizdən keçib. Məlayət ananı Çox eşidək. qəşəng. Onun sümükləri var görəsən. Çox qəşəngdir, çox qəşəngdir. Allah uğurları bol olsun. Təbrik edirəm səni. Hər kəsdən sənə səs istəyirəm. Amin inşallah. Təşəkkür edirəm. Allah Var olun sağ Məlayət ana. Dürdanə xanım. Ayla qızımız, bu Zəhra qızımızı görəndə Ayla. Çox bənzəyirlər. Çox bənzəyirlər. Çox həm hərəkətləri, həm o qüsursuzluqları, səhnədə o gimnastikanı bizə gözəl şəkildə təqdim etmələri, bir neçə dəfə texniki burada belə deyək səhvləri olur. O onu elə ört bastır eləyir ki, çalışır ki, tamaşaçıya yansıtmasın. Təbrik eləyirəm. Uğurlar inşallah. Və tamaşaçılarımızdan bu gözəl mələyimizə səs istəyirəm. Təşəkkür edirəm Dürdanə xanım. Var olun. Sveta xanım. Daha da mübarək addımların olsun inşallah və təbii ki, Allah sənin üzərindən şəfanı və irəliyyətini əskik etməsin. Amin inşallah. Valideynlərlə deyirəm, gözünüz aydın olsun. Təşəkkür edirəm Sücayət ana. Maşallah. Çox zirək, çevik, özü də gözəldir, hərəkətləri də gözəldir. Yəni bütün izləyicilərdən ən əsas da öz əzizlərindən, anasından, nənəsindən, babasından mən də xahiş eləyib ona səs istəyirəm. Bu birinci illərdə olsun. Süsən ana. Zəhra qızımız çox gözəl rəqs edir, çox gözəl plastikası var. Həm də ki, hiss olunur ki, sevərək, ki, bu sənəti sevir, sevərək iştirak elədir. Tamaşaçılardan səs istəyirəm Zəhra qızımıza, uğurları bol olsun. Təşəkkür edirəm. Var olun, dəyərli izləyicilərimiz. Zəhra Mirzəlini bu yarışmada görmək istəyirsinizsə, SMS kodu 5-dir. number1.az saytına daxil olub 1, 5, 10, 20, 50, 100, 250 və 500 səs göndərə bilərsiniz. Təşəkkürümüzü bildiririk və növbəti iştirakçını dəvət etmək istəyirəm. SMS kodu 3 olan Əli Fətəliyev. Mikrofonumuz, Sveta xanım, mikrofon zəhmət olmasa götürüm sizdən. Xoş gördük Əli. Əlinin rəsmləri buradadır. Çox sağ olun. Hə, Əlinin sujeti var. Sujetini izləyək, Orxan. Təşəkkür edirik və Əli, xoş gördük sən, necəsən? Xoş gəldik. Bu şeir nağıllarında bu mənə yazır ki, o da ABCD kitablara baxırsa və mahnı oxuyursa, dostlarla baxır, pəncərə, sonra məktəbdə uşaqlarla oynayırlar, naşki taxıblar. Çox gözəl yaradır və çox gözəl də ifadə edir, həqiqətən. Baxın, yaxın plandan götürək, necə zəhmət olmasa. Bəli, görün necə gözəl çəkib. Sən bu yaşda neçə yaşın var, Əli? Mən 10, mən 11. 10 yaşı var. Hələ 10 yaşında bu cür əl qabiliyyəti varsa, təsəvvür edin ki, 18 yaşından sonra necə olacaq. Uğurlar arzu edirik Əli sənə. Çox sağ olun, təşəkkür edirik sənə və Məlayət ana, fikirlərinizi eşidək. Bura girəndə o gəldi, hamımızla görüşdü. Çox istiqamlı uşaqdır. Çox istiqamlı uşaqdır. O çox da maraqlı şəkildir, çox maraqlı. Gör necə yaradır Çox orada, maraqlıdır. canlandırır. Həqiqətən mən istədim deyim Rəvan bəy, qoy ona bir doyunca mən baxım o şəkilə. Çox həqiqətən Siz hələ onun xarı bülbülünə baxın. Hə, çox gözəldir. Çox Xalidindir. Həqiqətən də çox qəşəng. Bəlkə Əli verəsən anamıza hədiyyə onu. Yox, qıymaram. Çox Verirsən qəşəng. anaya? Həqiqətən də mənim çox Verir gözəl sənə. çəkir. Sənə qurban Səndən olum, xatirə çox sağ ol. saxlasın. Bunu səndən hər zaman
saxlayacağam. Uğurların bol olsun. Hər kəsdən Arxasında mən yazısı sənə varmı? Gəl bura Əli. hər kəsdən sənə səs istəyirəm. Gəl Sən bura. mənə hədiyyə də verdin. Buradan sən ad soyadını yazaq. Əli Fətəliyev. Ay Allah. Fətəliyevdən xatirə. Və imzanı da çək buradan. Necə istəyirsən çək. Burada çəkin. Ürəyin necə istəyir? İmzanı çək. Burada çəkin. Tamam, necə istəyirsən çək. Əli. Mən bu gün həqiqətən də çox sevindim ki, sən mənə ona hədiyyə verdin. Ad soyadını özü də yazır bir daha. Fətə. Həqiqətən də Niyə? şaka. Çox sağ ol, çox sağ ol. Təşəkkür edirik Əli. Təşəkkür edirəm. Saxlayarsınız Mən bunu xatirə. hər zaman səndən hədiyyə saxlayacağam. Ən gözəl evin ən gözəl yerinə qoyacağam. Çox sağ ol. Uğurların hər zaman bol olsun. Və qeyd edim ki, dəyərli izləyicilərimiz, əl işləri əldə etmək istəyənlər, yəni onun satışını da həyata keçirdirlər. Müraciət edib əldə edə bilərsiniz. Dürdane xanım eşidək. Əli balamız maşallah bayaqdan rəsmə baxıram. Rəsmi çəkməklə yanaşı onu çox gözəl nəql eləyir. Və onun o düşüncəsinin təfəkkürüdür. Maşallah Əli balamıza uğurlar arzu edirəm Əli balam. Rəsmlərin hər biri biri-birindən o qədər gözəldir və o rənglər o qədər bir-birinin ahənglik təşkil eləyir ki, bir-birini tamamlayır. Uğurlar arzu edirəm və dəyərli tamaşaçılarımızdan sənə səs istəyirəm. Uğurlar. Təşəkkür edirəm. Sveta xanım. Sveta xanım Kövrəlib. Mən deyirəm ki, Allah nə gözəl Allahdır ki, bütün bəndələrinə siz... Mikrofon sönüb deyir. Niyə söndürmüsünüz ay Orxan mikrofonu? Yox, mən söndürmüşəm. Sən söndürmüsən. Çox sağ ol. Deyirəm Yox, ki, boynunu alır Orxan, deyir özü söndürür. Allah Taala nə gözəl Allahdır ki, hər bir bəndəsinə gözəl istedad bəxş edir. Hər bir bəndə özünə güzgüldə baxsa, deyər ki, mən qüsurluyam. Amma çox şükür ki, mən Allahın sevgisini qazanmışam. Çünki Allah çox müdrikdir, sevəndir. Ona görə bizə bəxş edir belə gözəl, incə sənət, gözəlliyi, əsərləri. Çünki əsəri çox xoşlayır, gözəlliyi çox xoşlayır. İnsanlar biri-birini deyir, dağıtmasınlar. Çünki yenidən həyata gəlir bir Mikrofon ruh. yaxına tut Günay. Yenidən həyata gəlir bir ruh. Yəni başa düşürsüz. Ona görə yəni Əli canım mənim çox gözəl çəkmisən. Mənim yəni sentimental olmağıma görə çox özür hesab et məni. Amma çox yəni duyğusallandım, çox gözəl. Çünki əsərlərə baxarkən mən başa düşürəm orada sən hansı arzuları keçirtmisən doğrudan. Yaşayaraq, Çünki məsəl üçün canlı həyatda uçan oğlanda o düşündüklərini Spider-Man məsəl üçün o rəsmdə nəinki o bildirib, bir tək o canlandırıb. Spider-Man qəhrəmanı deyil. O yəni onun arzularının uçuşudur. Sənə qurban olum mən. Allah səni qoruyub saxlasın sən. Güzel tananı eşidək. Maşallah, Əli çox istedadlıdır. Çəkdiyi şəkilləri o necə gözəl izah eləyir. Yəni o Məlahət ana danışdıqca o Eminin şəklini gördü, o deyir Allah rəhmət eləsin. Yəni çox hardan səs gəlirsə, onları diqqətlə yəni qulaq asır, ona cavab da verir. Mən ona uğurları arzu eləyirəm. Bütün tamaşaçılardan, bizlərdən Əliyə çoxlu səs istəyirəm. Yəni uğurların bol olsun. Öpürəm səni. Təşəkkür edirəm. Spasiba. Sücayət ana, Süzan ananı eşidək. Əli balamız çox istedadlıdır. Eyni zamanda çox da istiqamlıdır. Əl işləri çox xoşuma gəldi, çox dərin mənalıdır. Mənə elə gəlir ki, gələcəyin tanınmış rəssamlardan olacaq inşallah. İnşallah. Uğurları bol olsun. Hamıdan tamaşaçılardan da səs istəyirəm Əli balamızı. Çox sağ ol. Təşəkkür edirik. Əli Fətəliyevi bu yarışmada görmək istəyirsə, dəyərli izləyicilərimiz, SMS kodu 3-dür. number1.az saytına daxil olub, səs verib dəstək ola bilərsiniz. Alqışlarla əlini yola salırıq. Çox sağ ol. Buyur, əyləş.
Və növbəti iştirakçını dəvət edək. Növbəti iştirakçımız SMS kodu 2 olan Xalid Fərzəliyev. Xalid də autizm sindromludur. Gəl. Necəsən Xalid? Yaşıyam. Hər zaman yaxşı ol. Və bu, burada gördükləriniz Xalidin rəsmləridir. Yaxın plandan götürək, zəhmət olmasa. Və mən burada Şuşanı görürəm canlandırıb. Xalid, əsas bunu yaxın plandan götürək. Elə məhz çox gözəl yaratmısan. Xalid, əllərinə sağlıq. Və Məlayət ana, bəlkə bunu da sizə verək? Yox, day. Verəkmi? Verək, anası deyir verək. Çox sağ olun, çox sağ olun. Təşəkkür edirəm. Mənim üçün həqiqətən də bunlar çox dəyərlidir. Çox dəyərlidir bunlar mənim üçün. Onların mənə verdiyi hədiyyə, Şuşa çox dəyərlidir. Çox sağ olun, təşəkkür edirəm. Uğurları həmişə bol olsun. Həqiqətən də rəhləri çox gözəldir. Təşəkkür edirəm, var olun. Hə, çox həddən çox gözəldir. Və Düzənə xanım eşidək. Xalid balamız maşallah, maşallah. Mozaikası var burada. Siz dediniz ki, bunu sizə verək. Onun üzünə bir təbəssüm yarandı ki, şəhid anasına veririk də. Mənim üçün dəyərli bir şey. Həqiqətən təşəkkür eləyirəm və burada əyləşən bütün bax bu uşaqlarımızın analarına təşəkkürümü bildirirəm. Onlar əsl qəhrəman anadılar. Bugün uşaqlarının yanındadılar. Onları cəmiyyətə inteqrasiyası üçün bax gətirib bu cür verilişlərə, bu cür belə deyərdim, yarışlara qatırlar və onların potensiallarını üzə çıxartmaqda kömək olurlar. Təşəkkür eləyirəm sizə. Bugünkü gündə övladlarınızın o istedadını ört-basdır etmirsiniz və Xalid balamıza uğurlar arzu eləyirəm. Rəvan qardaşımız demişkən, əsl yerinə düşdü. Ən gözəl hədiyyə oldu və anamız da onu çox gözəl dəyərləndirdi. Çox Xalid balamıza, dəyərli tamaşaçılarımızdan səs istəyirəm. Uğurlar Xalid balam. Maşallah. Təşəkkür edirik Sveta xanım. Uğurları bol olsun. İnşallah və rənglərin seçimi də çox gözəldir. Mikrofon yaxına tutun. Üzr istəyirəm Sveta xanım, reklamların vaxtı, reklamlardan sonra davam edəcəyik. Davam edirik və Sveta xanım, Xalid haqqında. Xalid, gəl bura. Gəl bura Xalidim. Və hələ Xalidin əl işləri bitməyib. Baxın, görün nə gözəl əl işi var. Özü hazırlayıb bu dəvəni. Baxın. Nədən hazırlamısan bunu? Plastilindən hazırlayıb, bəli. Dəvə hazır. Çox gözəl hazırlayıb. Hələ deyir, hamısını bura gətirə bilməyiblər. Bəli, Sveta xanım, eşidirəm sizi, buyurun. Xalidi mən təbrik edirəm. Uğurları bol olsun və səhərdən də mənim elə gözüm dikilib o gölün, gölün elə bir ki, orada qayıqdır, göldür və buluddan deməli mavi buludlar və orada şəfəq günəşi. Necə o dolğun elə bir ki, rəngləri seçibsə, bir də ötəri quşlar. Harı bülbül. Yox, ötəri quşlar orada elə bir ki, uçurlar. Elə bir ki, 3D kimi alınıb. Yazı təsvir edib orada. Hə, çox gözəl. Yəni, hər bir əl işi qabiliyyəti. Yəni, bilirsiniz, kimin ki istedadı var, yəni, tək bağlanmır bu rəsmə. Həm, məsəl üçün, göstərdiyi kimi də əl işləri də, digər, məsələn, plastilindən də, onu gildən də eləyə bilər. Sabahlar, məsələn, bir qab gözəl eləyə bilər. Çox gözəl. Yəni, uğurların bol olsun.
Təşəkkür edirik. Valideynlərinə təşəkkür, qəhrəmanlara təşəkkür. Xalid balamızın çox gözəl rəngləri seçmək, əsərləri seçmək, Şuşanı, Xarı bülbülü, yəni mən də yəni Qarabağlıyam, o Xarı bülbülü balaca vaxtı çox o güllərdən mən dərmişəm. Yəni gördüm, çox sevindim ki, bu günlərsi vətənimiz azaddır. Balamız da onu öz əsərində görsədir. Xalid balamıza mən uğurlar arzu eləyirəm. Bir də bütün Azərbaycan xalqından onlara SMS istəyirəm. Təşəkkür Uğuru edirəm. bol olsun. Süsən ananı eşidək. Xalid balamızı təbrik edirəm. Mən bu şəklə baxanda heç inana bilmədim ki, bu uşaq çək bu şəkil. Sanki bir böyük rəssamın əl işidir. Çox istedadlıdır, təbrik edirəm. SMS istəyirəm Xalid balamızı. Təşəkkür edirəm. Var olun. Xalid, əyləş buyur. Xalid Fərzəliyevi bu yarışmada görmək istəyirsinizsə, əyləş. SMS kodu 2-dir. Number1.az saytına daxil olub 1 5 10 20 50 100 250 və 500 səs göndərə bilərsiniz. Növbəti iştirakçını dəvət etmək istəyirəm. Üzr istəyirəm, Xalidin deyir sujetini verməmişik. Verək o zaman sujetini, Orxan. Я просую пурикать, шурит тает туракать, но ты постоянно нечто чистое. Я просую пурикать, шурит тает туракать, но ты постоянно нечто чистое. Автозарветарин, я и карю, чистая нарезаю, толю, пустая, что марю, толю. Ла-ля-ля-ля-ля, базаре стычены, на реста расточены. Я же с тобой, ты считаешь, что на не полю. Davam edirik və növbəti sonuncu iştirakçını dəvət etmək istəyirəm. Ötən həftənin sonuncusu SMS kodu 7 olan Fatimə Qafarova. Fatimə qızımız görmə məhdudiyyətlidir, amma bugün də maraqlı ifa hazırlayıb. Necəsən qızım? Buyur. Burada dayan. Salam, mən buradan hər birinizi salamlayıram. Və hər kəsdən səs gözləyirəm. Mən buradan bütün hərbi əmiləri salamlayıram və onlardan da səs gözləyirəm. Onlara uzun ömür, can sağlığı diləyirəm və onları buradan mat eləyirəm. Fatimənin ifası səslənsin, Orxan. Kör bir kurşun değdi cana, düştü kollar iki yana. Doyamadı gözler ona, o yiğidin günahına.
sevgi katın. Silahlara güller takın. Kurşun değil, çiçek atın. Bebelerin günahı ne? Çocukların günahı ne? Anaların günahı ne? Günahı ne? Günahı ne? Teşekkür edirəm. Fatimə, çox gözəl ifa etdin. Zaten sən o qədər gözəl səsin var ki, bütün ifaların gözəldir. Amma mən Fatimənin valideynlərindən xahiş edirəm ki, bu cür ağır mahnıları oxumasın Fatimə. Yəni, onun yaşı çox azdır, ona ziyandır. Bu cür mahnılar, bir dəfə mən xatırlayıram ki, ekspertimiz olan zaman Elnarə Xəlilova da bu fikri bildirmişdi ki, bu cür mahnılar uşaqlar oxumasın. Çünki bu mahnıları biz tab gətirə bilmirik, biz böyükləri. Onun axı körpə qəlbinizi tab gətirsin. Amma Fatimə, çox möhtəşəm oxudun. Bizə Azəri qızı Güneyli xatırlatdı. Güneylimizi xatırlatdı. Özünə məxsus ifa etdi. Bəli. Fatimənin özəlliyi nədir? Bir neçə müğənnilərin repertuarından bizə mahnılar təqdim edir. Amma Fatimə özü kimi oxuyur, özünə məxsus. Çünki Allah ona o səsi verib. O istedadı, o bacarığı. Allah vergisidir. Bəli, Allah vergisi. Təbriklər Fatimə. Bəy aşağıda səhnə arxası soruşdum ki, Fatimə bugün bizə nə ifa edəcəksən, amma demədi, sürpriz elədi. Can. Təşəkkür edirəm Dürdanə xanım. Olurlar. Biz keçən səfərdən Fatimənin hər dəfədə belə gözəl çıxışları olur, çox gözəl olur. Özünə məxsus. Təşəkkür edirəm. Sveta xanım. Çox gözəl avazı var, maşallah olsun. Uğurları bol olsun. Yəni hər zaman nə dəstək lazım oldusa, mən də hazıram. Bir dənə duet sən yazdırarsan. İnşallah, niyə ki olmasın, olar. Təşəkkür edirəm. Sücayət ana. Çox gözəl oxudu. Doğrudan da həqiqətən o mahnıya ürək lazımdır ki, mən şəxsən bu yaşımda çox pis hal keçirdim. Allah Fatiməyə can sağlığı versin. Valideyn, onun atası hərbiçidir. Hər zaman Allah Taala ona can sağlığı versin. Yəni uğurla o bizim şəhidlərimizin qardaşlarıdır. Onların qanları onların üzərinə düşüb. Allah onlara can sağlığı versin. Allah ona səbir versin. Balasının uğurları bol olsun. Yəni SMS yarışıdır. Fatimənin çox gözəl səsi var. Yəni bütün Azərbaycan xalqından, hərbiçilərdən, hamısından Fatiməyə səs istəyirik ki, yəni Fatimə qalmasın gözləmə otağında. Uğurları bol olsun. Təşəkkür edirəm. Həm də ki, çox üzr istəyirəm. Yəni, mən bilirəm ki, bizim Azərbaycan xalqımızın ürəyi çox gözəldir. Yəni, bizim bu verilişi tanıdın, verilişini izləsinlər dəyərli bizim möhtərəm həkimlərimiz. Salamlayıram onları. Əgər hansısa bir, yəni, deyir, şəfa əlləri Allahdan deyir, toxuna bilərsə, mən çox istərdim ki, mənim bu gözəl balalarımıza doğrudan da yəni ismət etsinlər deyir, çox gözəl deyir. Nə olar, deyir, əl tutmaq əldən qalıb. Günay, özünüz də səs verə bilərsiniz, ekspertlərimiz də kim istəsə, reklam arası səs göndərə bilərsiniz. Və sadəcə istərdim ki, yəni həkimlərimiz də bizim, cərrahlarımız da bizim, bilgi adamlarımız da bizim biganə qalmasınlar. Bizim gözəl gələcəyimizə çox sağ olun. Var, əsas odur ki, var. Yəni əməliyyatla ola bilər. İnşallah. Günay xanım, bütün dostlarından xahiş elə. İnşallah ki, gözləri görər. Allah qoysun, Allah qoysun. Rəvan bəy, bir şəhid anamız var. Mən Həmidə xanımı da buradan salamlayıram. Biz də salamlayırıq. Çox gözəl anadır. Allah Taala ona elə istedad verib, göz həkimidir. Bir, yəni Məlahət xanım bilir, bizim bir tanışımız var idi. Ona korluq demişdilər. Yəni Ruslan müəllimin ilə birlikdə biz onu apardıq o həkimin yanına. Həmidə xanımdır, şəhid anasıdır. Aparaq o zaman biz onu Həmidə xanımın yanına da apara bilərik. Yəni, salamlayırıq Həmidə xanımı da. O hansı bir anıya ki demişdi kör ola. Bu dəqiqə o ananın gözü hamıdan yaxşı. Əla, möhtəşəm. Yəni o şəhid anasının da ülvümüzün anası, kömürlükdə işləyən ülvüm şəhidimizin Həmidə xanımın yanına apararıq onu. İnşallah. Təşəkkür edirəm, Süsən ananı eşidək. Mən Fatimənin ifasını ilk dəfə də eşitdim. Bundan öncə eşitməmişəm.
çox təəccübləndim. Sanki elə ki, o mahnını mən yaşadım. Müharibədə günahsız uşaqlar hamısı bir-bir gözümün önünə gəldi. Çox təsirləndim. Gözləmirdim. Çox möhtəşəm ifadə həqiqətən də. Çox təsirləndim. Çox SMS istəyirəm. Mən özüm də Fatiməyə SMS verəcəm. Təşəkkür edirəm, var olun. Və Fatimə Qafarovanı bu yarışmada görmək istəyirsinizsə, dəyərli izləyicilərimiz, SMS kodu 7-dir. numberone.az saytına daxil olub, səs verib dəstək ola bilərsiniz. Fatiməmizi əyləşdirək yerinə. Gəl qızım. İştirakçılarımızın çıxışlarını izlədiniz, dəyərli izləyicilərimiz, və birazdan hələ ki səs vermə davam eləyir. Mən hal-hazırda ürək döyüntülərini eşitək, Orxan. Hal-hazırdakı səs vermənin nəticəsinə görə son dördlükdə olan iştirakçıların adlarını çəkəcəm. Sonluqda olan iştirakçılar Əli Fətəliyev, SMS kodu 3, Fatimə Qafarova, SMS kodu 7 və Zəhra Mirzəli, SMS kodu 5. Bu 3 iştirakçılar hal-hazırda sondadır, dəyərli izləyicilərimiz. Amma səs vermənin nəticəsinə görə hələ biz açıqlamırıq. Birazdan təbii ki, son nəticələr gələcək. Hələ ki, vaxtımız, zamanımız var. Ona görə də səs verib dəstək ola bilərsiniz. Bir sujetimiz var. Sujetimizi izləyək, dəyərli izləyicilərimiz. Daha sonra qonağımız var. İzləyək sujetimizi. Salam, hər vaxtınız xeyir olsun. Tanıyın, tanıdın bizi proqramının izləyiciləri. Bugün biz Tanıyın, tanıdın bizi 4 fiziki məhdudiyyətlər üçün yaradılmış istedad yarışmasının qalibləri olan Murad və Fatimənin evinin qonağıyıq. Xoş gördük Murad və Fatimə sizi. Şəbnəm xanım, sizi də xoş gördük. Dəyərli şəhid analarımızı, Naidisəni xoş gördük. Məlahət ana, Dürdanə xanım, Sücayət ana və bir-bir təbii ki, hamını eşidəcək. Birinci Naidisəni danış, daha sonra sözü verək digər qonaqlara. Salam, hər vaxtınız xeyirli olsun. Bəli, biz bugün Tanıyın, tanıdın bir istedad yarışının yarım finalçıları və nəhayət ki, Tanıyın, tanıdın bizi 4 istedad yarışının qalibləri Murad və Fatimə bacı qardaşlarının evinin qonağıyıq. Qapılarınızı bizə açdığınız üçün sizə təşəkkür edirəm. Çox sağ olun, minnətdarıq. Fatimə, nəhayət qalib oldun. Nəhayət, şükür Allah. Hər kəsi salamlayıram. Hər kəsə çox sağ ol deyirəm. Anama, atama təşəkkür edirəm ki, bizi qalib etdiniz. Bütün səs verənlərə təşəkkür edirəm. Dürdanə xanıma, bütün Məlahət anaya, bütün hər kəsə təşəkkür edirəm. Anamın, atamın bizim anamın, atamın yəni əziyyəti bizim üstümüzdə çoxdur. Onlara təşəkkür edirəm. Minnətdaram. Murad, sən də buyur. Hər kəs salamlayıram, xoş gəlmisiniz. Bizim qapımız hər zaman sizə açıqdır. Rəvan əmin Adəm, çox təşəkkür edirəm. Məlahət ana, Sücayət ana, çox təşəkkür edirəm hər birinizə. Dürdan xanım, sizə də çox təşəkkür edirəm. Bizə səs verən hər kəsə də çox təşəkkürümü bildirirəm. Yəni, axır ki, qalib ola bildik. Çox sağ olun.
Düşünürdünmü yarışmaya qatılanda qalib olacaqsınız? Birinci, mən əslində yəni həvəsim yox idi deyim. Yəni amma gün keçdikcə, yəni rəqs elədikcə daha da yəni marağım artdı. İlk başlayanda həyəcanım çox idi. Artıq o bizim konsertimiz olandan sonra yəni həyəcan demək olar heç qalmadı da. Ona görə yəni bəli, bilirdim ki, qalib olacağıq. Xoş gördük hər birinizi, xoş gəlmisiniz. Həmişə siz gələsiniz, gələn ayaqlarınız var olsun. Hər birinizə təşəkkür edirəm. Sizə bilirsiniz ki, yəni hörmətim sonsuzdur. Bizə dəyərli şəhid analarımız gəlib, Dürdanə xanım, əzizimiz gəlib, xoş gəlmisiniz. Valla nə bilim, bundan sevinsin nə ola bilər ki, mənim övladlarımın sevinci, mənim nə bilim, ən xoşbəxt günü, bəli, çox sevindim. Həqiqətən də Fatimə, yəni bilirsiniz də bizim üçün özəldir, Allahın verdiyi bir paydır. Onun sevinməsi, valla nə bilim, mənim üçün hər şeydir də, belə deyim. Sizə çox təşəkkür edirəm. Həmişə yanımızda oldunuz, həmişə. Yəni onların Muradın bilirsiniz də, yəni sahəsi tam başqaydı. O bacısına görə bu sahəyə gəldi, amma heç də peşman deyil. Orada medallarını da görürsüz, dəfələrlə birinci yerə çıxıb, cüdo üzrə, yəni ən öndə gedən uşaqlardan biri idi, amma öz xəyallarından vaz keçdi də Fatiməyə görə. Şükür Allahın bu gününə ki, qalib də oldular. Allah hər birinizi var eləsin. Çox, nə bilim, çox sevincliyəm də. Bundan sevinsin nə ola bilər ki, var olasınız. Və bizim dəyərli şəhid analarımız buradadır. Dəyərli psixoloqumuz, fizioterapevt Dürdanə xanım Musayeva buradadır. Sözü verəm Əlaət xanıya. Xoş gördük. Çox sağ olun Rəvan bəy. Əsas sizə təşəkkür edirəm. Sizə təşəkkür edirəm ki, bizi bax bu ailələrlə hər zaman görüşdürürsünüz. Allah sizi var eləsin. Allah sizin kanalınıza, rəhbərliyinə təşəkkür edirəm. Rəvan bəy, mən hər zaman heç vaxt demirəm, mənim amma yarışda ürəyimdə gəlirdi ki, Fatimə birinci olacaq. Həmin Fatimənin qardaşı çox əziyyət çəkirdi onun üstündə, həm də onun o hər dəfədə o yarışmalarda, onun o həyəcanı, hər zaman deyirdim, ay Allah, nə olar, Fatimə birinci. Ürəyimdə o qədər dualar edirdim ki, qoy Fatimə birinci olsun. Təbrik edirəm, uğurları bol olsun. Allah Teala valideynlərinin əziyyəti yerdə qalmasın. Övladın sevinməyi hər şey deməkdir. Şükür Allah. Allah hər kəsi balasından sevindirsin. Hər bir kəsin valideyninə balasından sevindirsin. Çox həddən artıq o körpələrlə gəlirdi, o qədər əziyyət çəkirdilər. Deyirdim, ay Allah, nə olar, hər zaman bunları sevindir. Mənim ürəyimə həqiqi gəlirdi. Mənim ürəyimə gələnlər də özünüz bilirsiniz olur da. Təbrik eləyirəm. Hər zaman sizin bu qapını xeyir işlərə açaq. Təbrik eləyirəm. Hamını salamlayıram. Ən öncə də Rəvan bəy, Nahid bəy, həqiqətən sizin əziyyətiniz danılmazdır. Siz o yarışda olanlardan çox həyəcan keçirirsiniz. Hər dəfə də yəni baxıram, yəni bu Fatimə ilə Muradın qalib gəlməyin axırıncı günü mənim yanımda oturan ekspertlərdən birinə mən Xəlvətçinin qulağına dedim ki, onlar demişdim. Dedim ki, qalib onlardır. Yəni doğrudan da çox biz sevindik. Allah sizləri də sevindirsin ki, belə xeyirxah işlər görürsünüz. Murad bir qeyrətli kişi rolunu aparır öz qardaşına, bacısına, yəni qardaşın necə olmağını göstərir. Allah onun əziyyətini də yerdə qoymasın. Gün o gün olsun ki, ali məktəbə daxil olsun. Biz gəlib onu təbrik eləyər. Ana çox fədakar anadır. Qucağında çox, yəni az yaşlı körpəsi ilə soyuqda, qarda, yəni yaxşı havalarda, olduqca pislər havalarda var idi. O uşaq körpəsi qoltuğunda gəlirdi. Mən həmişə deyirdim, ay Allah, onların heç vaxtı əziyyətin yerdə qoyma. Çox sevindirici haldır. Yəni həqiqətən də biz çox sevindik. Fatimənin sevinci bizim üçün yəni necə bir sevinci idi. Allah Taala can sağlığı versin. Uğurları həmişə bol olsun. Sizə də Allah Taala uzun ömür versin. Həyatda bax bütün belə arzulardan arzu doğur. Bütün arzularınız belə real həyata keçsin. Əziyyətinizi yerdə qoymasın. Sizi də mən öpüb bağrıma basıram. Fatiməni də, Muradı da.
Sağ olun, bizi də sayıb, yəni evinizə dəvət eləmisiniz. Var olun, sağ olun. Biz həmişə sizi belə yüksəklərdə görək. Çox sağ olun, təşəkkür eləyirəm mənə də söz verdiyiniz üçün. Daha bir Number One-ın uğuruna yığışmışıq və Şəbnəm xanıma təşəkkürümü bildirirəm. Öz evinin qapılarını bizə açdı, öz halal süfrəsini bizim üçün açdı. Təşəkkür eləyirəm, əziyyətinizi halal eləyin. Və Murad Fatiməmiz qalib oldu. Ən başlıca sizə təşəkkür eləyirəm. Yorulmadan, usanmadan bu iki övladlarınızın yanında oldunuz. Analarımızın da qeyd elədiyi kimi körpə uşaq qucağınızda, yəni tükənmədiniz. Hər zaman sevgi ilə gəldiniz, övladlarınızın yanında oldunuz. Və Murada mən təşəkkür eləyirəm ki, bir daha Murad sübut etdi ki, Azərbaycan kişisi, Azərbaycan oğlu hər zaman öz ana bacısının yanında necə durmalıdır. Necə ki, bizim oğullarımız öz analarının yaylıqlarını azad etdilər 44 günlük müharibədə. Murad, sənə təşəkkür eləyirəm. Hər zaman belə qal, sükanı belə saxla. Fatimə qızım, səni də təbrik eləyirəm. Uğurların daimi olsun. Number One-la, tanıdın bizimlə, belə deyək, başladın. İnşallah davamı gələcək və biz səni, belə deyərdim, daha böyük səhnələrdə görmək istəyirik. Number One-la başlamısansa, inan ki, uğur səninlədir. Can, əlbəttə və bu dəyərli qardaşlarıma təşəkkür eləyirəm ki, Rəvan və Nahid qardaşlarıma ki, həqiqətən bu uşaqların üzərində o qədər gözəl səbirlə, sevgi ilə, Rəbb nə buyurur? Bir işi ki, sevgi ilə edirsən, mən o yolda nə qədər maneələr olursa olsun, o yolu sənin üçün açacam. Bir də onda görürsən finişdəyim, arxaya dönüb baxanda baxırsan ki, mən bunları necə keçdim. Və sizin bu işinizdə Rəbbim bəyəndiyi işdir, Rəbbim sizi qorusun. Hər zaman Allahın nəzərində olun. Bir daha təbrik eləyirəm Fatimə. Uğurlar sizə. Tanıyın, tanıdın bizi. Davam edirik dəyərli izləyicilərimiz və tanıdın bizi 4 istedad yarışmasının qalibləri Murad və Fatimə yanımdadır. Ötən həftə onların evinin qonağı olduq dəyərli ekspertlərimizlə bərabər və gözəl süfrə açmışlar bizim üçün. Hər zaman süfrəniz dolu olsun, ruzlu, bərəkətli olsun. Xoş gördük Fatimə. Necəsən? Mən hər kəsi salamlayıram. Qalib olmaq çox gözəl hissdir. Bütün hər kəsə təşəkkür edirəm, səs verənlərə. Rəvan əmin, Nahid əmin, sizə də təşəkkür edirəm ki, hər zaman bizi verilişə dəvət edirsiniz, bizi tanıtırsınız. Allah nə arzunuz varsa həyata keçsin. Var olsun. Qardaşım da mənim üzərimdə çoxdur əziyyəti və anamı təşəkkür edirəm, atama təşəkkür edirəm. Mən favoritimi demək istəyirəm. Kimdir favoritin? Fatimə Qaparova. Can, təşəkkür edirəm, gözəl ürəklim. Adaşını seçdi. Təşəkkür edirəm, Murad, xoş gördük, yorğunsan. Hər kəs salamlayıram, şəhid analarımı salamlayıram, dəyərli ekspertlərimi salamlayıram. Bayramatdan gəlir Murad, hərbi xidmətə yola salırıq, az qalıb. Rəvan əmin aidəmi sizə çox təşəkkürümü bildirirəm, yarışmaçılara da uğurlar arzu edirəm. Yəni inşallah qalib olar. Yəni hamı istəyər ki,
hamısı bir qalib olsun. Yəni biz Gözəl özümüz bəxsə hamısı qalibdirlər. Yəni burada olmaqları elə özü bir qalibiyyətdir. Yəni uduzsalar belə, yəni siz onları yəni arxada qoymursunuz da. Yəni onlara cəmiyyətə inteqrasiya edirsiniz. Yəni onları tanıdırsınız da. O özü elə bir qalibiyyətdir. Maşallah Murad bugün nə gözəl danışdı. Hələ yorğundur. Alqışlarla Muradımızı yola salırıq. Çünki Fatiməmizin mənlə bir dueti var. Fatimə Dostməmmədova, Orxan zəhmət olmasa səslənsin mahnımız. Mahnının adı Heç Demədimmi? Dəyərli həmkarım Ümmanın repertuarından. Yaşamağa gücün çatar mı? Sormadım giderken kimin nefesiyle ovunacağımı. Demedim mi o bensiz ne yer ne içer? Kim beni sen kadar tanıyabilir? Tez gel ölürəm. Yox sensiz istəmirəm. Dünyanı neyləyirəm? Çıx tez gel ölürəm. Yaşamağa gücün çatar mı? Sormadım giderken kimin nefesiyle ovunacağımı. Demedim mi o bensiz ne yer ne içer? Kim beni sen kadar tanıyabilir? Tez gel ölürəm. Yox sensiz istəmirəm. Dünyanı neyləyirəm? Çıx tez gel ölürəm. Bir gün həsrət səni də yandırar. Gəzdiyimiz o yerlərə tutarsan. Boş ayaq izlərimizi axtararsan. Mənə bənzər birini görərsən, yaxınlaşarsın. Bu sen misin diye sorarsın. Ama o mən olmayasam. Mən səni tanımayasam. Dəyərli bəstəkar müğənni Ruslan Səfəroğlunu da salamlayırıq. Əziz qardaşımızı, onun musiqisi ona məxsusdur, onun bəstəsidir. Və Ümman dostumuzu, həmkarımı salamlayıram. Bu mahnı Ümmanla biz ifa etmişdik. Əslində Ümmanın ifasıdır, mahnısıdır. Ümmandan xəbərsiz Fatimə gedib studiyaya, mənə sürpriz etmişdi və günlərin bir günü dedi, sənə sürprizim var. Mahnı səsləndi, gördüm həmin mahnı.
Çox da gözəl oxumusan qızım. İnşallah Eşidirlər. İnşallah Nahid əmiyə də sürprizim olacaq. Nahid əminin gözləri saraldı da səni gözləməkdən dilim də topuq vurdu. Nə vaxt olacaq o sürpriz? Yaxında olacaq. İnşallah. Təşəkkür edirəm və Fatiməmizi yola salaq. Murad, zəhmət olmasa Fatiməmizi gəl. Murad yenə yoxdur. Həmişəki kimi Murad yoxdur. Özüm yola salaram səni. Gəl. Gəl qızım. Uğurlar arzu edirik Fatiməyə. Və analarımız bayaqdan deyir ki, sonuncu ifa etdiyim mahnını ifa ilə, analarımızın istəyi ilə bəstəkar müğənni, dəyərli, gözəl müğənnimiz Ramal İsrafilovun repertuarından Mən səni bu qədər sevməməliydim. Səslənsin. Mən səni bu qədər sevməməliydim. Bilirdim cəzası ağır olacaq. Mən səni bu qədər sevməməliydim. Bilirdim bu sevgi çox ağladacaq. Mən səni bu qədər sevməməliydim. Sevgin qənim oldu mənə, qəlbimə. Mən səni bu qədər sevməməliydim. Ağrısı tuşlandı yenə qəlbimə. Mən səni bu qədər sevməməliydim. Göylərdə qısqandı yerlərdə inan. Bilirdim alacaq qəddardır həyat. Bilirdim könlümü qoyacaq bir an. Əzəldən budur. Səni də alacaq tali əlimdən. Səni başqaları oxşayacaqdı. Mən dəli olanda xatirələrdə. Mən səni bu qədər sevməməliydim. Sevgin qənim oldu mənə, qəlbimə. Mən səni bu qədər sevməməliydim. Ağrısı tuşlandı yenə qəlbimə. Mən səni bu qədər sevməməliydim. Göylərdə qısqandı yerlərdə inan. Bilirdim alacaq qəddardır həyat. Bilirdim könlümü qoyacaq bir an. Səni bu qədər sevməməliydim. Göylərdə qısqandı yerlərdə inan. Bilirdim alacaq qəddardır həyat. Bilirdim könlümü qoyacaq
səni bu qədər sevməməliydim. Təşəkkür edirəm. Çox gözəl. Əsas analarımızın rəngi Möhtəşəm. olsun. Çox gözəl. Allah sən səs və qüvvət versin. Çox gözəl. Çox əla. Can. Ürəyiniz oldu. Bəli, bəli. Uğurların hər zaman bol olsun. Təşəkkür Hər edirəm. gün də elə bu mahnını oxu. Hər gün, hər veriliş oxu. Deyəsən hamımızın yaralı yeridir. Sevgi hər birimizin yaralı yeridir. Sevgi tək bir insanın bir insana olan sevgisi deyil ki, vətənə sevgi olur, dosta sevgi olur, Anaya ailəyə sevgi olur, övlada sevgi olur, anaya sevgi olur. Əsas odur ki, bir insana sevgi ilə yanaşanda saf və təmiz, pak sevgi ilə yaxınlaşmaq lazımdır. Arxasında nələrisə düşünmək yox. Günay, yaman yaralısan sən də. Təşəkkür edirəm. Günay, sənin də ifanı eşidək. Günay deyirəm, üzr istəyirəm. Sveta Kəmrinin ifası səslənsin, zəhmət olmasa Orxan. Öncələ Günay kimi tanıyıblar, sadəcə olaraq səbəblər olur. Kəmrinin, bəli, ifası səslənsin. Orxan, Günay Kərimova. Sözləri Hüsam İbrahimov, aranjman. Azərbaycan bir müstəqil dövlət kimi 10 ildir ki, öz ayaqlar üzərində möhkəm durub. Bu devirdə biz Azərbaycanın müstəqilliyini inkişaf etdirmişik və mən bugün bəyan edirəm ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönmezdir, daimidir. Yüreğimizde sen ulu önder, her an bizimle sen ulu önder. Seninle bağlıdır azadlığımız, sayende yaşayırız güzel günler. Seninle bağlıdır azadlığımız, sayende yaşayırız güzel günler. Halkın çetin günlerinde sen yetiştin bizim imdadımıza. Bir kimse seni unutabilmez, merhem olmuşsan halkımıza. Halkın çetin günlerinde sen yetiştin bizim harayımıza. Bir kimse seni unutabilmez, merhem olmuşsan halkımıza. Yüreğimizde sen ulu önder, her an bizimle sen ulu önder. Seninle bağlıdır azadlığımız, sayende yaşayırız güzel günler. Seninle bağlıdır azadlığımız, sayende yaşayırız güzel günler. Ezelden çok güçlü olup bu devletin temeli, geleceğe bizlerle yalnız ilhamla ileri. Müstakilliği berba etmişsen, bu tek senin cesaretindir. Azerbaycan doğma
yaşayırıq gözəl günlər. Səninlə bağlıdır azadlığımız, sayəndə yaşayırıq gözəl günlər, sayəndə. Təşəkkür edirik Sveta Kamri. Var ol. Və Orxan, hal-hazırdakı olan nəticələri açıqlamalıyam. Zəhmət olmasa ürək döntülərini eşidək. Səs vermədə biraz dəyişiklik var. Biraz yox, çox var. Biraz əvvəl sonluqda olan Zəhra önə keçib. Reklamdan sonra açıqlayacağam. Reklamlar. Davam edirik və ürək döyüntülərimizi eşidək. Hal-hazırdakı nəticəyə görə sonluqda olan iştirakçılar. Və qeyd edim ki, Əl-Hüseyn Tağzadə və Fatimə Qafarovanın səsləri eynidir. Efirin sonuna qədər, mümkün qədər səsləri fərqlənsə yaxşı olar. Əli Fətəliyev sondadır. Fatimə Qafarova, Əl-Hüseyn Tağzadə, Abbas Əhmədov da onlara yaxınlaşır. Hələ ki, irəlidə Xalid Fərzəliyev və Zəhra Mirzəlidir. Bir təbrikimiz var Dürdanə xanımdan. Buyurun, eşidək. Çox sağ olun, təşəkkür edirəm. Bu günləri ana və qızın doğum günüdür. Ana Nurlana Əliyeva və qızı Nur Əliyevanın doğum günüdür. Nə gözəl, təbrik edirik. Təbrik edirəm, çox sağ olun. Nurlanaya həmişə belə gözəl, səmimi olmağını arzu edirəm. Həmişə belə gözəl qalın. Və qızı Nura da 6 yaşı tamam olur. Ona da gələcək həyatında yalnız irəli və uğurlar arzu edirəm. Həyatı hər zaman nur saçsın. Biz də təbriklərə qoşuluruq. Təşəkkür edirik və bugün mənim də bir təbrikim var, özəl təbrikim. Ekran qarşısında əyləşib bizi izləyir. Nahid bəy ilə Günay xanımın nişan mərasimlərinin üstündən 3 il keçir. Bugünkü gündə nişanlanmışdılar. Təbrik edirik, xoşbəxt olsunlar. Bəli, bizim Nahid və Günay bacımı da salamlayıram. Allah sizi xoşbəxt eləsin, əziz bacım Günay və Nahid bəy. Ata olmaq münasibətində zaten təbrik etmişdim. Sevincə qarışıb. Bəli, inşallah ki, 3 il yox, 30 illiyinizi qeyd edəsiniz. Amin inşallah. 300 il deyə bilmirəm, 30 il deyirəm. Təşəkkürlərimi bildirdim. İndi isə Orxan, Dürdanə xanımın dünənləri mənə xahiş etmişdi. Anne mahnısı səslənsin. Bugün mahnılarımızda nəsə gecikmələr var deyir. Yenidən göndərdik, Orxan. Səsvermə davam edir, dəyərli izləyicilərimiz. 10 dəqiqədən sonra səsverməyə stop deyiləcək. Kalbimi kırıyorlar anne. Her gün biraz daha ağır yalanlar söylüyorlar. Her söz bir öncekine sağır. Ağır ağır iyileşiyor. Bağır çağır yaralarım. Bir yanım masum çocukluğum. Bir yanım çıkmaz sokak anne. Vazgeçmek istemiyorum. Kendimce direniyorum. Bir yanım hala
içinde yer kaldıysa başımı koysam biraz anne. Anne derdim dağlardan çok, sorma halim hiç gücüm yok. Elinde derman kaldıysa başımı okşa biraz anne. Anne beni anlayan yok, omuzumda yüklerim çok. Seninkinde yer kaldıysa başımı koysam biraz anne. Anne derdim dağlardan çok, sorma halim hiç gücüm yok. Elinde derman kaldıysa başımı okşa biraz anne. Omuzumda yüklerim çok, seninkinde yer kaldıysa başımı koysam biraz anne. Anne derdim dağlardan çok, sorma halim hiç gücüm yok. Elimde derman kaldıysa başımı okşa biraz anne. Ağır ağır iyileşiyor, bağır çağır yaralarım. Bir yanım masum çocukluğum, bir yanım çıkmaz sokak anne. Allah bütün anaları qorusun. Teşekkür edirəm Rəvan bəy. Dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik. Məkanları cənnət Allah olsun. qalan analara can sağlığı versin. Əllərindən öpürəm. Analar nə qədər sağdır, anaların qədrini bilin. Bir anı olsun yanından ayrılmayın. Nə istəyir, nə bilim, bacardığınız qədər ananın xidmətində olun. Təşəkkür edirəm. Ürəyinizə, nəfəsinizə sağlıq. Çox sağ olun Rəvan qardaş. Təşəkkür edirəm. Keşke bütün analar evlatlarının yanında olar. Evlatlar da analarının yanında olar. Hiç ayrılmıyorlar. Neçə dəqiqə alıb getməsən gitməklə? Bizdeki Allah uzaq eləsin o gəzlərdən ki, kim ki ananı bağdan ayrı salır. Bəli. Düzdür. Alqışlayıram səni. Amma əsl analar kimlərəsə görə övladlarından ayrı qalmırlar. Günay. Düzdürmü? Əsl ana ölənə qədər balasını körpə bilir, sevir, bağrına basır. Bütün həyatını da qurban verir. Təşəkkür edirəm. Dürdanə xanım, danışın, eşidirəm sizi, mən danışa bilmirəm, siz danışın. Ana əvəz olunmaz bir varlıqdır. O, deyirsiniz ki, Svetlana xanım, anaların ana ilə övladın arasına girmək, inanın ki, alınmır. Ətlə dırnaq ayrılarmı? Alınanda elə gözəl alınır ki. Deyir, o ətlə dırnağın arasına girən hansısa bir çöp, oradan iyilənib çıxar. Düzdür. Üzülür, haqq üzülür, amma qırılmır. Çünki deyir, Allah bilir kimə nə verir. İstəyir ruzusunda, ruzu bilirsiniz nədir? Ruzu o demək deyil ki, tam maddi. Allah nə buyurur əzizim?
cənnət anaların ayağı altındadır. Təbii ki. Analar sağ ikən anaların qədrini Bəli. bilmək, ananın xidmətində durmaq. Təbii ki. Allah üç şey ibadət buyurur. Dənizə baxmaq, Dürdane Qurana xanım, həyat o baxmaq, qədər anaya qısadır baxmaq. ki, amma Bu ibadət çox sayılır. Bu təəssüflər olsun ibadəti, ki, bəli, sadəcə olaraq bu ibadətə də digər insanlar əgər riayət etsəydilər təəssüflər ki, və efemimizin vaxtı bitir. Həyat o qədər qısadır ki, biz bu qısa həyatın layiqincə yaşaya bilmirik. Zamanında, hər şey zamanında baş verməlidir. Deyir, sonraki peşmançılıq heç vaxt fayda vermir. Bilirsiniz, o maneələr nədir? Nəfs. İnsan doğuluşdan nəfslə doğulur və o nəfs də nədir? Nəfsi də içərdən qaldıran şeytandır. Nəfsinin Təşəkkür edirəm. qurbanıdır. Səslərə stop deyirəm. Bu andan etibarən gələn səslər hesablanmayacaq və nəticələr. Orxan, ürək döntülərini eşidək. Həftənin lideri. Tanıyın bizi 5 istedad yarışmasının 3-cü həftəsinin lideri. SMS kodu 5 olan Zəhra Mirzəli. 3 həftədir ki, ardıcıl olaraq Zəhra yarışmamızın lideridir, həftələrin lideridir və uğurlar arzu edirik Zəhraya. Həftənin ikincisi SMS kodu 2 olan Xalid Fərzəliyev. Xalid, gəl bura, zəhmət olmasa. Həftənin üçüncüsü SMS kodu 4 olan Abbas Əhmədov. Həftənin beşincisi, üzr istəyirəm, dördüncüsü SMS kodu 7 olan Fatimə Qafarova. Gəl bura qızım. Əli Hüseyin Tağızadə və Əli Fətəliyev. Əli, sən çox istedadlı balasan və nə yaxşı ki, sənin yolun tanıdın layihəsindən keçdi, səni tanıdıq, sənin gözəl istedadının şahidi olduq. Sənə uğurlar arzu edirəm. Çox sağ olun. Hər zaman Kanal S-in və tanıyın layihəsinin qapıları sənin üzünə açıqdır. Uğurlar arzu edirəm sənə. Dəyərli münsiflər heyətimiz, hər birinizə təşəkkürümü bildirirəm. Dəyərli izləyicilərimiz, sizinlə sağollaşmırıq, çünki sabahlarım saat 21:00-da Azərbaycan Ulduzu 4 istedad yarışmasının ilk həftəsi mən layihə rəhbəri və aparıcı Rəvan Zeynalov və aparıcı Nahid Əhmədovun təqdimatında izləyə bilərsiniz. Sağ olun, salamat qalın. Çox sağ olun. Sağ olun.